Deməli, növbəti manqallarımız hazırdır. Bir dənə qalıb müştərilərimizin götürməyi. Mən bu vəziyyətdə niyə çəkirəm? Bunun haqqında ayrıca bir video çəkəcəm. Niyə bu vəziyyətdə çəkirəm? Çünki kimsə mənə kommentlər yazır ki, falan yerdə falan qiymətlədir. Sən falan yerdə mən bunun burasına məsəl üçün callaq atsam, bax burasına, hələ düz listə, FMK-da bilinəcək. Mən bunun burasına pul avtomatla elə callaq atarım ki, sən öz callaqdan xəbərin olmaz. Və yaxud mən bax bu listi bunun içində gizlədərəm, sən heç bilmərsən ki, bunun qanunluğu nədir. Amma biz bütün prosesi göstəririk. Biz yığılışı göstəririk. Biz bunun kraskadan qabaq vəziyyətini göstəririk və bütün müştərilərimiz var. Bütün bu müştəri hamısı sifarişdir. Yəni bunlar da o sən dediyin, indi özü bilir o komment yazan adam. Sən dediyin manqallardan xəbərdardır və bunlar bilirlər. Söhbət ondan getmir, amma gəlib bizə sifariş verirlər. Yəni söz onda deyil. Biz əgər dörtlük və yaxud beşlik listlə deyiriksə, məsəl üçün, bu da dörtlükdür. Beşlik listlə deyiriksə, bizdə eyni ölçüdür. İçi də dörtlük olur və yaxud beşlik olur, kənarda dörtlük olur və yaxud beşlik olur. Bu isə qiymətə daxildir.